Çok da akrobatik, bakımlı gol vurmağa çalışır. Ramil Çobanov ileriye doğru gönderilen top bizde kalır. Rəvan Kərimov boşdu. Rəvan ve gol! Rəvan Kərimov! 3. dakikada bu defa hesap açtı. İtalya ile oyunda 2. dakikada hesap açmıştı. Bu defa 3. dakikada farkladı Rəvan Kərimov. Demiştim koşluyur. Belə bir məqamdan zərbə. Endirməyi Sanki. Sümüzlər Mecit'ti ve Elkan golla hesap açılır milli komandamız. Artık adet edip rəqibləriyle ilk dəqiqələrdən şoka salmağa. Keçid, yine de önü açıqdı. Qapçılar üzbəz qaldı. 2-0! 2-0! İsa Atayev! 8. dəqiqədə 2-0. Bəli, bu çaşqınlıqdan yararlanmaq lazımdır. Ve bundan da maksimum istifadə edib. Əla motivasiya olmuş bir komanda var meydanda. Dünya çempionları apariti olmadığını gösterirler. 8 dakika ərzində əla bir start. Ama davamını getirmək lazımdır. Burada idmandır. Her an her şey olabilir. Derhal bırakılan toplardan bildirməzdən çıxırlar. Bəli, bir qədər diqqətli olmaq lazımdır. Dediğim anda Rahimbek Osman yine bir məqamda derhal bırakılan toplardan bildirməzdən çıxdılar. Alttan top oyuna daxil edəcək. Kenan kapı karşısına ötürülen top ve gol! Belə bir fürsəti Məhəmməd Xəlilov qaçırmır. 3-1. Dikkatsizlik ve Məhəmməd Xəlilov hesabı 3-1 edir. İkinci hissəyə də golla başladı. Məhəmməd Xəlilov. Bəli, arenada da Məhəmməd Xəlilovun adı anons edilir. Bu bölgede aslında zərbə gəlir. Təhlükəli bölgeydi dedim və Əli Qafarov bu topu dəf edə bilmədi və yenə də Rahimbek Osman gol vurur, hesabı 3 gedir və fərqi minimuma indirir.